Şahsevən kəndində Ağcabədi rayon icra hakimiyyəti başçısının səyyar qəbulu keçirilib. Hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin də iştirak etdiyi görüşdə öncə icra başçısı Rafil Hüseynov çıxış edib. O, son zamanlar təbiətin təsərrüfata vurduğu gözlənilməz zərərlərdən bu fəsildə icra nümayəndələrinin, bələdiyyələrin daha diqqətli davranmalı olduğundan söz açıb. Sonra sakinlərə söz verilib. Qəbul iştirakçılarının qaldırdığı məsələlər əsasən kəndin yeniyetmə və gənclərinin futbol oyunları üçün buradakı orta məktəbin meydançasından istifadə edə bilməsinə şərait yaradılması, sosial yardımın alınmasında yaranan çətinliklərin aradan qaldırılması, içməli su problemi və digər məsələlər olub. Bildirilib ki, məktəbin meydançasından istifadə edilə bilməsi üçün mütləq həmin saatlarda təhlükəsizlik və təmizlik qaydalarına riayət edilməsi məqsədi ilə əlavə cavabdehlik daşıyan biri olmalıdır ki, bütün bunlara nəzarət etsin. Kənd bələdiyyəsinin sədri bildirib ki, kənddə əlavə meydança yaradılması üçün yer var və biraz maliyyə olduqdan sonra bu işlərə başlanıla bilər. Buna qədər isə məktəbin meydançasından istifadə edilə bilməsi üçün əlavə nəzarətçi ayrılacaqdır. Digər məsələlərlə də bağlı aidiyyəti üzrə fikir mübadiləsi aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.